Aysel xanım, diqqətlə yuxarıdaşın inşallah. Bax, birinci zolaq, ikinci zolaq ancaq düzünə gedənlər üçündür. Üçüncü, dördüncü zolaq ancaq geri dönənlər üçündür. Deməli, sən bu zolaqdan da geri dönə bilərsən, kənar sol zolaqdan da geri dönə bilərsən. Oldu mu? İndi tıxaca düşdük bir balaca. Bax, bu qardaş görsən, bax, dayanmaq. Zolağında düzgün mövqe tutmuyor, bizim yolumuzu tutsur. Əgər sənin sağa getmək niyyətin varsa, əvvəlcən sağ zolağını tutmalısan. Bax, bizlərə maneçilik eləməməlisən. Belə sözlər də var. Biz sola gedəcəyik, oldu. İstəyirsən burada tıxacdır. Biraz sola götür əlini. Biraz götür sol əlini. Afərin. Öz yolundan davam edir. Onu kəsməyə ehtiyac yoxdur. Sola kəsməyə ehtiyac yoxdur düşkana. Bax, öz yolundan gəl dön. Sən də dönsən, o da dön. Narahat olma. Gecikmə. Ay, sol. Biraz azalt. Biraz sola götür əlini indi. Əlaçı. Öz yolundan davam edək. Biraz da get qarşıya. Dönüb düşəcək zolağımıza. Oldu. Mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.